Məhkumlarla görüşlərin onlayn qeydiyyatı xidməti istifadəyə verilib. Ədliyyə Nazirliyindən verilən məlumata görə yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır. Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin minimuma endirilməsidir. Məhkumlarla görüşlərin onlayn qeydiyyatı Nazirliyin rəsmi veb saytında elektron xidmətlər bölməsində təqdim edilir. Ziyarətçilər xidmətə daxil olaraq və tələb olunan məlumatları dolduraraq müraciət edə bilərlər. Hazırda elektron xidmətin pilot qaydada 4 saylı cəza çəkmə müəssisəsində tətbiqinə başlanılıb və mərhələli şəkildə Ədliyyə Nazirliyinin bütün penitensiar müəssisələrində həyata keçiriləcək. Qeyd edilib ki, yeni elektron xidmət vətəndaşlarla penitensiar müəssisələr arasında qarşılıqlı əlaqəni rəqəmsal mühitə daşıyır və görüş müraciətlərinin şəffaf, sürətli və izlənilə bilən şəkildə idarə olunmasını təmin edir.